Salam əziz tələbələr, bugün deməli Dövlət İmtahan Mərkəzinin 2025-ci il riyaziyyat test toplusunun ikinci hissəsindən trigonometrik funksiyalara aid bu ətraflı yazılı cavab tələb olunan tapşırıqları həll edəcəyik. Bu daha doğrusu trigonometrik eyniliklərlə bağlı. Yəni, bu əsas trigonometrik eyniliklər bölməsidir. Bu bölmənin axırıncı suallarıdır. 75, 76, 77, 78, 4 dənə sualdır. 75-dən başlayırıq. Mən bu sualları artıq gətirmişəm bura. Deməli, başlayaq 75-ci sualdan. Tangens alfa plus kotangens alfa bərabərdir 3 olarsa, bu kublar cəmini hesablayın. Biz ilk öncə burada bir sadələşdirmə də aparaq. Həm bunun özü bizə lazım olacaq, həm də bizə başqa bir, buradan tangens alfanı bilirik ki, tangens alfa bərabərdir sinüs alfa bölünsün kosinüs alfadır. Bu əsas trigonometri eyniliklərdən biridir. Həmçinin kotangens alfa bərabərdir. Kotangens alfa bərabərdir kosinüs alfa bölünsün sinüs alfa. Bu da əsas trigonometri eyniliklərdən biridir. İndi tangens alfanın yerinə mən yazıram sinüs alfa böl kosinüs alfa. Üstə gəl kotangens alfanın yerinə yazıram kosinüs alfa böl sinüs alfa. Bərabərdir 3. Buradan toplayacaq olsam, yəni bunları kosinüs alfa və sinüs alfanı ortaq, onların hasilini ortaq məxrəc kimi götürürəm. Yəni sinüs alfa vur kosinüs alfa, bu hasil bu ikisi üçün ortaq məxrəcdir. Deməli, bura böləndə, kosinüs alfaya böləndə qalır sinüs alfa, sinüs alfanı sinüs alfaya vuranda olur sinüs kvadrat alfa. Üstə gəl, bura böləndə, yəni bu hasili bunun məxrəcinə böləndə sinüs alfalar gedir, kosinüs alfa qalır. Kosinüs alfanı da sürətə vuranda olur kosinüs kvadrat alfa. Bərabərdir 3. Sinüs kvadrat alfa və kosinüs kvadrat alfa cəmi bilirik ki, 1-ə bərabərdir. Bu əsas trigonometrik eynilikdir. Bərabərdir 1-dir. Yəni, sürətdə bunların ikisinin yerinə 1 yazıram. Məxrəcdə də alınır. Sinüs alfa vurulsun, kosinüs alfa olduğu kimi qalır. Bərabərdir 3. Buradan sinüs alfa vurulsun, kosinüs alfa bərabərdir 1 bölünsün 3. Yəni 3'də 1. İndi bundan sonra gəlirik tangens kubu alfa. Bunu bir tərəfdən yazaq, buraları silək. Sinüs alfa vur kosinüs alfa bərabərdir 3'də 1. Buraları silək indi. Deməli, deməli sinüs alfa vurulsun kosinüs alfa 3'də 1 tapdıq. Bundan sonra bu cəmi yazırıq. Tangens kubu alfa üstə gəlinsin. Kotangens kubu alfa bərabərdir. Biz müxtəsər vurma düsturlarından bilirik ki, A kubu üstə gəl B kubu bərabərdir. A plus B vurulsun A kvadratı minus AB plus B kvadratı. Yəni bu müxtəsər vurma düsturudur. Bu müxtəsər vurma düsturunun indi bu toplamaya, yəni tətbiq edirik. Alınır tangens alfa üstə gəlinsin kotangens alfa vurulsun tangens kvadrat alfa çıxılsın tangens alfa vurulsun kotangens alfa
Üstə gəlsin kotangens kvadratı alfa. Bərabərdir. Tangens alfa, kotangens alfanın cəmi bizə veriblər özləri 3'dür. Bu ikisinin yerinə, bu cəmin yerinə 3 yazıram. Vurulsun. Tangens kvadratı alfa yazıram onu ora olduğu kimi. Çıxılsın. Tangens alfa ilə kotangens alfanın hasili 1'ə bərabərdir. Bu da əsas trigonometri eyniliklərdən biridir. Yəni biz bilməliyik ki, eyni bucağın tangensinə kotangensinin hasili həmişə 1'ə bərabərdir. Ona görə bu hasilin yerinə yazıram 1, çıxılsın 1, üstə gəlsin kotangens kvadratı alfa bərabərdir. 3 vurulsun. Tangens kvadratı alfanın sinüs kvadratı alfa bölünsün kosinüs kvadratı alfa. Üstə gəlsin bu kotangens kvadratı alfanı qabağa keçirdirəm elə bil. Onu da yerinə yazıram kosinüs kvadratı alfa bölünsün sinüs kvadratı alfa. Və çıxılsın 1. Bərabərdir. 3 vurulsun. Buradan kosinüs kvadratı alfa ilə sinüs kvadratı alfanın ortaq məxrəci elə onların hasılı olacaq. Sinüs kvadratı alfa vurulsun kosinüs kvadratı alfa. Yuxarıda alınacaq sinüs üssü 4 alfa. Üstə gəlinsin kosinüs üssü 4 alfa. Və çıxılsın 1. Bərabərdir. Bərabərdir. 3 vurulsun. 3 olduğu kimi qalır yerində. Sinüs kvadratı alfa vurulsun kosinüs kvadratı alfa. Burada biz tapmışıq ki sinüs alfa vurulsun kosinüs alfa 3'də 1'ə bərabərdir. Bunun kvadratı yüksəlsək olur. Sinüs kvadratı alfa vurulsun kosinüs kvadratı alfa bərabərdir 9'da 1. Yəni biz bu hasilin yerinə 9'da 1 yaza bilərik. Yazıram 9'da 1. Yuxarını biraz sadələşdirmək lazımdır. Mən bu yuxarıya deməli sinüsü 4 alfa, üstə gəlsin kosinüsü 4 alfa. Yuxarıya eyni bir ədədi və yaxud eyni bir dəyişəni, ifadənin fərqi yoxdur. Yəni üzərinə əlavə eləyib çıxsam, nəticə dəyişmir. Məsələn, bunun üzərinə bir dənə A əlavə eləsəm və həmin A-nı yenə çıxsam, A-dan A çıxanda 0 qalır. Yəni nəticə təsir eləmir. Yəni eyni bir ifadəni və yaxud ədədi bura əlavə eləyib çıxsam, nəticə dəyişmir. Ona görə mən yuxarı bir dənə 2 sinüs kvadratı alfa vurulsun kosinüs kvadratı alfa əlavə eləyib çıxıram. Yəni üstə gəlsin 2 sinüs kvadratı alfa kosinüs kvadratı alfa, çıxılsın 2 sinüs kvadratı alfa kosinüs kvadratı alfa. Yəni bunu çıxanda onsuz 0 eləyir, yəni nəticəyə təsir eləmir. Amma indi mən başqa bir qruplaşdırma aparacağam. Bərabərdir, aşağıdan yazıram. 3 vurulsun, 9'a 1 də olduğu kimi saxlayıram hələ ki. Sinüs üssü 4 alfa, sinüs kvadratı alfanın kvadratı deməkdir. Mən məsələn burada sinüs kvadratı alfanı bir dənə A-la əvəz eləsəm, bu alınır A kvadratı üstə gəlsin, kosinüs kvadratı alfanı da bir dənə B ilə əlavə işarə eləsəm. A kvadrat plus B kvadratı plus 2AB. Bu A plus B'nin kvadratı deməkdir. Yəni sinüs kvadratı alfa plus kosinüs kvadratı alfanın sinüs kvadratı alfa plus kosinüs kvadratı alfanın kvadratı deməkdir. Bax, bu 3 ifadə. Biz bunu bu kvadratı açsaq, bu 3 ifadə alınacaq orada. Və çıxılsın 2 sinüs kvadratı alfa vurulsun kosinüs kvadratı alfa. Sinüs kvadratı alfa, kosinüs kvadratı alfa burada bizdə 9'da 1'dir. Yəni bu da vurulsun 9'da 1 yazıram yerinə. Bərabərdir. Sinüs kvadratı alfa ilə kosinüs kvadratı alfanın cəmi bizə 1 verir. Əsas trigonometri eyniliklərə əsasən. Bunun yerinə 1 yazırıq. 1'in də kvadrat elə 1 eləyir. 3 vurulsun. 9'da 1'i aşağıda saxlayıram. Bu ifadənin yerinə ümumilikdə 1 yazıram. 1 çıxılsın. 2'ni 9'da 1'ə vuranda 9'da 2 alınır. Və nəhayət 3 vurulsun. 9'da 1'i yenə saxlayıram. 1'dən 9'da 2 çıxanda 9'da 7 alınır.
Ve nihayet çıxılsın 1 de var burada. Bir dəqiqə. Burada çıxılsın 1 de var idi. Biz bunu unutmuşuq. O çıxılsın 1 de var idi. Burada yazmamışıq onu. O çıxılsın 1'i deməli yazmalıyıq. Biz yazmalıyıq. Deməli 9'lar ixtisar gedəcək. 3, 7, 21. Bu çıxılsın 1, 3'ü 1'e vuranda çıxılsın 3 olacaq. Çıxılsın 3 kimi gələcək bura. Deməli 9'lar ixtisar gedir. 3'ü 7'ye vuranda 21. 21'den de 3 çıxanda 18. Nəticə alındı 18. Deməli bizdən bu ifadənin sadələşdirilməsini və ya qiymətin tapılmasını soruşurdu. Cavab 18. İnşallah ki aydın olar. Biraz yani uzun proses olsa da elə də çətin bir şey deyil. Maraqlı bir prosesdir. Bir neçə dəfə təkrar baxsanız başa düşərsiniz. Mən isə keçirəm növbəti suala. Aha. Deməli 76-cı sual. Bu dəfə fərqin verib bizə tangens alfa çıxılsın kotangens alfa bərabərdir 3. Və bizdən tangens kubu alfa çıxılsın kotangens kubu alfa soruşulur. Biz bilirik ki, iki ədədin kubları fərqi bərabərdir. Biri A çıxılsın B, məsələn A kubu çıxılsın B kubu bərabərdir. A çıxılsın B onların fərqi və onların natamam kvadratlarının hasilinə bərabərdir. Fərqi ilə natamam kvadratlarının hasilinə. A kvadrat plus B kvadratı plus A kvadrat plus AB plus B kvadratı. Yəni A kubu minus B kubu bərabərdir. A minus B vurulsun. A kvadratı plus AB plus B kvadratı. Bu müxtəsər vurma düsturudur. Bunu da ümumiyyətlə müxtəsər vurma düsturlarının mütləq öyrənmək lazımdır ki, bax görürsünüz necə tətbiq olunur trigonometriyada. İndi o müxtəsər vurma düsturunu bura tətbiq edirik. Yəni yazırıq tangens alfa çıxılsın kotangens alfa vurulsun tangens kvadratı alfa üstə gəlinsin 2 üzr istəyirəm. Üstə gəlinsin tangens alfa vurulsun kotangens alfa üstə gəlsin kotangens kvadratı alfa bərabərdir. İndi bu tangens alfa çıxılsın kotangens alfanı bizə verib burada 3'dür. Yerine yazıram 3. Sonra burada tangens kvadratı alfa, ya bunu aşağıda yazar artıq, bərabərdir. 3 vurulsun bərabərdir. 3 vurulsun tangens kvadratı alfa üstə gəlinsin kotangens kvadratı alfanı da keçirirəm onun yanına. Üstə gəlinsin tangens alfanı kotangens alfa vuranda 1 eləyir. Bayaq bunu dedim. Yəni eyni bucağın tangensindən kotangensinin hasili həmişə 1'ə bərabərdir. Bu əsas trigonometri eynidir. Yəni onların yerinə yazıram 1. Bərabərdir. İndi mən bu iki ifadəni sadələşdirməliyəm ki, nəysə bir cavab alım. Belə eləyək də, bu 3 vurulsun tangens kvadratı alfa üstə gəlinsin kotangens kvadratı alfa üstə gəlinsin 1. Yenə bu ifadənin üzərinə eyni bir ifadəni və yaxud ədədi gəlib üzərinə gəlib çıxsam nəticə dəyişməyəcək. Yəni mən bunun üzərinə 2 gəlib bundan 2 çıxsam 2-dən 2 çıxanda 0 eləyir. Yəni bu nəticəyə təsir eləmir. Nəticə təsir eləmir deyə bunu eləyə bilərəm. Bərabərdir. 3 vurulsun. İndi mən bu mənfi 2'ni keçirdirəm bunların ikisinin arasına. Tangens kvadratı alfa çıxılsın 2. Üstə gəlinsin kotangens kvadratı alfa. 1 ilə 2'ni toplayanda da 3 eləyir. Üstə gəlsin 3. Bərabərdir. İndi 3 vurulsun
tangens kvadratı alfa çıxılsın 2, bu 2'ni 2 vurulsun 1 kimi yaza bilərəm. Yəni 2 vurulsun 1 onsuz da 2 eləyir. Və bu 1'in də yerinə tangens alfa vurulsun kotangens alfa yaza bilərəm də. Çünki onların hasili 1'ə bərabərdir. Yəni mən bu çıxılsın 2'nin yerinə yazıram 2 vurulsun tangens alfa kotangens alfa. Yaza bilərəm də. Onsuz da tangens alfa ilə kotangens alfanın hasili 1'ə bərabərdir. Yəni bu nəticəyə təsirləmir. Yəni çıxılsın tangens kvadrat alfa çıxılsın 2 tangens alfa kotangens alfa. Biraz səliqəsiz oldu. Biz bunu səliqəli yazaq. Çıxılsın 2 tangens alfa kotangens alfa. Üstə gəlinsin bu kotangens kvadratı alfa. Və üstə gəlinsin bir də bu 3. Bərabərdir. Bərabərdir. 3 vurulsun. Tangens kvadratı alfa çıxılsın 2 tangens alfa kotangens alfa. Üstə gəlinsin kotangens kvadratı alfa. Bu bizə nəyi verir? Bax. A kvadratı minus 2AB plus B kvadratı. Bu bizə A minus B'nin kvadratını verir. Müxtəsər vurma düsturudur. Və gətirib bu müxtəsər vurma düsturunu, bax bunu, bura tətbiq edir. Birincinin kvadratı çıxılsın, birinci ilə ikinci hasilinin, birinci ilə ikinci hasilinin 2 misli, üstə gəlinsin ikincinin kvadratısa, deməli bu tangens alfa çıxılsın kotangens alfanın kvadratıdır. Həqiqətən də bu kvadratı açsam, mənə məhz bu nəticəni verəcək, bax bu nəticəni. Və üstə gəlinsin 3. Bərabərdir. Tangens alfa çıxılsın kotangens alfanı bizə burada veriblər. Nəticəsi 3'dür. Yazıram. 3 vurulsun. Bax, bu fərqin yerinə 3 yazıram. Və onun da kvadratı, 3'ün kvadratı çıxılsın, üstə gəlsin 3. 3 vurulsun. 3'ün kvadratı 9 eləyir. Üstünə 3 gələndə 12. 3 vurulsun 12. 3'ü 12'ye vuranda cavab eləyir 36. Ümid edirəm aydın oldu. İnşallah ki aydın olmasa yenidən təkrar videoya baxın. İndi isə biz keçirik növbəti suala. Bir P parametrinin hansı müsbət qiymətində müəyyən alfa bucağı üçün sinus alfa və kosinus alfa bərabərdir 8x kvadratı minus px minus 3 bərabərdir 0 tənliyinin kökləri var. P parametrinin hansı qiymətində. Biz bu kvadrat tənliyi çevrilmiş kvadrat tənliyə gətirməklə bu suala asanlıqla cavab verə bilərik. 8x kvadratı minus px minus 3 bərabərdir 0. Mən bunun hər tərəfini 8'ə bölsəm, çevrilmiş kvadrat tənliyə gələcək bu tənlik. Yəni 8'ə bölsəm alınır x kvadratı, yəni 8x kvadratı 8'ə bölünəndə alınır x kvadratı, minus buranın 8'ə bölünəndə alınır p bölünsün 8x, minus 3'ü də 8'ə bölündə alınır 8'ə 3. Bərabərdir 0. Və indi biz bilirik ki, çevrilmiş kvadrat tənliyin köklərinin cəmi əks işarə ilə götürülmüş ikinci əmsala, yəni x-in qabağındakı əmsala, hasili isə sərbəst həddə bərabərdir. Yəni, -8-ə 3-ə bərabər olmalıdır. Və bizə dedik ki, köklər sinus alfa və kosinus alfa olmalıdır. Yəni, kökləri cəmi, yəni sinus alfa ilə kosinus alfanın cəmi əks işarə ilə götürülmüş ikinci əmsala, yəni x-in qarşısındakı əmsala p bölünsün 8'ə bərabər olmalıdır. Yəni, o da əks işarə ilə, yəni müsbət p bölünsün 8'ə bərabər olmalıdır. Sinus alfa plus kosinus alfanın cəmi. Hasili isə sərbəst həddə bərabərdir. Yəni, sinus alfa vurulsun kosinus alfa bərabərdir -8'ə 3'ə. Və bu iki tənliyi həll eləsək, bu iki ifadəni həll eləsək, P-ni rahatlıqla tapa bilərik. Biz nə edirik? İlk növbədə bu birincini sinus alfa plus kosinus alfanı hər tərəfini kvadratı yüksəldirik. Alırıq burada
sinüs alfa plus kosinüs alfanın kvadratı bərabərdir p bölünsün 8'in kvadratı edir p kvadratı bölünsün 64. Sinüs alfa plus kosinüs alfanın kvadratı. Birincinin kvadratı, yani sinüs alfanın, sinüs kvadratı alfa üste gelinsin. Birinci ile ikinci asilinin 2 misli. Yani 2 vurulsun sinüs alfa, kosinüs alfa. Üste gelinsin ikincinin kvadratı. Yani kosinüs kvadratı alfa. Beraberdir p bölünsün, p kvadratı bölünsün 64. Şimdi bu sinüs kvadratı alfa ile kosinüs kvadratı alfanı yan bayan yazıram. Sinüs kvadratı alfa üste gelinsin kosinüs kvadratı alfa. Üste gelinsin 2 vurulsun. Bak sinüs alfa ile kosinüs alfanın hasilini biz burada göstermişik ki -8'e 3'e bərabərdir. Yani onun yerine bu hasilin yerini yazıram. -8'e 3. Bərabərdir p kvadratı bölünsün 64. Sinüs kvadratı alfa ile kosinüs kvadratı alfanın cəmi bizə 1 verir. Əsas trigonometri enlidir. Yani sinüs kvadratı alfa, kosinüs kvadratı alfanın cəmi 1'e bərabər. Bu əsas trigonometri enlidir. Yani buranın yerine bu iki cəmi yerine 1 yazıram. Yazıram 1 ve 2'ni -8'e çevirəndə -4'də 3 alınır. Yani çıxılsın 4'də 3 bərabərdir p kvadratı bölünsün 64. Birdən 4'də 3 çıxanda 4'də 1 qalır. O da bərabər p kvadratı bölünsün 64. Bunun her tərəfini 64'e vursa alınar p kvadratı bərabərdə 16. P də bərabərdir müsbət -4. Amma bizdən müsbət qiymətin soruşduğuna görə -4'ü atırıq. Bizə müsbət qiymət lazımdır. Yəni p bərabərdir 4 qiymətin cavab olaraq götürülür. Və salam. P bərabərdir 4. P'nin hansı qiymətini soruşurdu? 4 qiymətində. Ümidvaram aydın oldu. Növbəti suala keçid edirik. Növbəti sual da əslində 77 ilə eyni tipdəndir. Videonu saxlayıb özünüz həll etməyə çalışın. Eləyə bilməsəz sonra davam edin baxmağa. Yenə biz bu tənliyi, kvadrat tənliyi var burada. Deməli 9x kvadratı minus px minus 4 şəklində verilmiş kvadrat tənliyi çevrilmiş kvadrat tənliyə gətirməliyik. Yəni hər tərəfini 9'a bölsək alınır x kvadratı minus p bölünsün 9 x minus 4 bölünsün 9 bərabərdir 0. Şimdi burada da yenə deyir sinüs alfa ilə kosinüs alfa bu tənliyin kökləri olmalıdır və p'nin yenə də müsbət qiymətini soruşur. Yəni yenə kökləri cəmi əks işarə götürülmüş ikinci əmsala, bax bu əmsala, yəni sinüs alfa və kosinüs alfa bu tənliyin kökləridirsə, bunların cəmi bərabərdir p bölünsün 9'a, hasili isə sərbəst səthdə bərabərdir. Yəni hasili bərabərdir -9'da 4'ə. Yəni sinüs alfa vurulsun kosinüs alfa bərabərdir -9'da 4. İndi yenə bayaqki kimi buranı kvadrata yüksəldirəm. Alıram burada birbaşa vurub açıram da yəni mötərizəyə alıb kvadrata yazmıyorum. Kvadrat yazmıyorum üzərindən. Birbaşa elə bil bunun kvadratı bərabərdir bunun kvadratıdır da. Birincinin kvadratı yəni sinüs kvadratı alfa üstə gəlinsin ikincinin kvadratı yəni kosinüs kvadratı alfa üstə gəlinsin birinci ilə ikinci hasilinin 2 misli. 2 vurulsun sinüs alfa ve kosinüs alfa. Bərabərdir p bölünsün 9'un da kvadratı eləyir. P kvadratı bölünsün 81. İndi sinüs kvadratı alfa plus kosinüs kvadratı alfa bizə verir 1. Artı bunu bayaqdan birinci dəfə demişəm. Yəni əsas trigonometri enliklərdən biridir. Üstə gəlinsin 2 sinüs alfa kosinüs alfa. Bu sinüs alfa kosinüs alfa hasili biz də burada göstərmişik. -9'da 4'ə bərabərdir. Yəni 2 vurulsun -9'da 4. Bərabərdir p kvadratı bölünsün 81. 2'ni -9'da 4'ə vuranda -9'da 8 alınır. Yəni 1 çıxılsın 9'da 8
bərabərdir P kvadratı bölünsün 81. Birdən 9-a 8 çıxanda 9-a 1 qalır. Bərabərdir P kvadratı bölünsün 81. Buradan hər tərəfi 81'ə vursaq, P kvadratı bərabərdir 9 alınmış olur. Buradan da P bərabərdir müsbət mənfi 3. Bizə mənfi qiymət lazım deyil. Müsbət qiymətini soruşur P-nin. Deməli, P-nin P bərabərdir 3 qiymətində sinüs alfa və kosinüs alfa bu tənliyin kökləri olar. Sağ olun, növbəti video izahlarda görüşənədək.